Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib. Mansetazın əldə etdiyi məlumata görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Əfqan Cəllovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib. Kamil Bektaşi bundan əvvəl Azimtelekom MMC-də departament direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, Məhəmməd Paşazadə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir. Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadənin oğlunun fotosu yayılıb. Şəkli müğənni Səfura Əliyeva sosial şəbəkədə paylaşıb. Səfura Aysellə bir araya gəldiklərini vurğulayıb. O paylaşıma "Biz dost idik, indi oğullarımız dostdur" sözlərini yazıb. Qeyd edək ki, Aysel xalq artisti Murad Adıgözəlovla ailəli olub. Onun bu nikahdan 3 övladı var. Ötən il cütlüyün ayrılıq xəbəri yayılıb.